Bəli, bəli, olub. Özəlliklə, məsələn, imtina etdiyim xəstələr olub. Özəlliklə. Heç unutmaram, ürəyin funksiyaları çox yaxşı. EF ortalama yığılma atın fraksiyası 55-lərdə idi. Şunt əməliyyatını alacaqdım. Fəqət xəstənin yerişindən, xəstənin oturuşundan, onurğasında ciddi problemlərin olduğunu gördüm və MRT-sində heç unutmaram, boyundan aşağı düz belə qədər hemangiomlar var idi. Məsələn, mən o xəstənin əməliyyatdan vaz keçdim. Çünki o xəstənin yaşlı qadını idi, 2 ay arxası üstə yatması, o ağrılar falan. Məsələn, onda bəli, bu xəstəyə mən kömək edə bilmədim. O xəstə ömrünün axırına qədər dərman içəcək, ürək də zaten ürək damarlarında tutulmalar vardı, ürək hər an dayana bilərdi. Və belə hallar da olub yəni. Onda mən aciz qaldım. Bədənin digər xəstəlikləri hesabına mən aciz qaldığım olub.